Hamıya salam. Bilirsiniz, müasir dünyada biznesinizi irəli aparmaq istəyirsinizsə, bütün yollar rəqəmsal marketinqə çıxır. Yaxşı, bəs bu tez-tez eşitdiyimiz ifadə əslində nə deməkdir və ən əsası haradan başlamaq lazımdır? Gəlin, bu çox vacib sahənin təməl prinsiplərini birlikdə sadə bir şəkildə aydınlaşdıraq. Gəlin bir anlıq fikirləşək. Son dəfə hər hansı bir xidmətə, restorana və ya məhsula ehtiyacınız olanda ilk etdiyiniz şey nə oldu? Yəqin ki, çoxumuz kimi siz də dərhal telefona əl atıb axtarış etdiniz. Bax, məhz bu balaca vərdiş fara. Müasir marketinqin bütün qaydasını dəyişən əsas məqam odur. Bir vaxtlar bəlkə də yadınızdadır, nəsə axtaranda qalın telefon kitabçıqalarını vərəqləyirdik ya da küçədəki elanlara dost-tanış tövsiyəsinə güvənirdik. İndi hər şey bir neçə kliklə həll olunur. Google, Instagram, Facebook, başqalarının yazdığı onlayn rəylər bizim yeni bələd işçimizə çevrilib. Elə isə bütün bunlar bizi əsas suala gətirib çıxarır. Niyə rəqəmsal marketinq bu qədər, həqiqətən də bu qədər vacibdir? Cavab əslində inanılmaz dərəcədə sadədir. Çünki sizin potensial müştəriləriniz artıq oradadır. Onlar onlayn dünyada yaşayır, axtarır və qərar verirlər. Bax, bu rəqəm həqiqətən də ağlasığmazdır. Hər gün Google-da 8,5 milyarddan çox axtarış edilir. Bu o deməkdir ki, hər saniyə milyonlarla insan öz suallarına, problemlərinə və ehtiyaclarına cavab axtarır. Əgər sizin biznesiniz onlayn deyilsə, siz sadəcə bu milyardlarla fürsəti gözdən qaçırırsınız. Yaxşı, razılaşdıq ki, çox vacibdir. Bəs rəqəmsal marketinq deyilən şey tam olaraq nədir? Gəlin indi bu anlayışın içinə açaq və onun əsas prinsiplərini anlamağa çalışaq. Ən sadə tərifi belədir. Rəqəmsal marketinq məhsul və ya xidmətlərinizi internet və smartfon kimi rəqəmsal kanallar vasitəsilə tanıtmaqdır. Yəni, veb-saytınız, sosial media hesablarınız, göndərdiyiniz e-poçtlar, bütün bu onlayn fəaliyyətiniz əslində rəqəmsal marketinqin bir parçasıdır. Amma bilirsiniz, bütün bu texniki tərifləri bir anlıq kənara qoyaq. Rəqəmsal marketinqin əsl mahiyyəti, onun ürəyi bax bu cümlədə gizlənib. Müştərinizin axtardığı cavab olmaq. Yəni, onların bir sualı, bir problemi olanda ağıllarına gələn ilk ad, ilk həll yolu siz olmalısınız. Bəs bu cavab olmaq prosesi necə işləyir? Əslində bu çox məntiqli 3 addımlı bir yoldur. Birinci, hədəf kütlənizi dərindən anlamalısınız. Onların əsl istəkləri, problemləri nədir? İkinci, onlarla olduqları yerdə, yəni aktiv olduqları onlayn platformalarda əlaqə qurmalısınız. Və nəhayət, üçüncüsü, onlara quru reklam yox, real bir dəyər, bir həll təklif etməlisiniz. İndi isə, gəlin belə desək, öz rəqəmsal alətlər qutumuzu açaq və bu əlaqəni qurmaq üçün istifadə edə biləcəyimiz ən vacib vasitələrə, yəni əsas kanallara birlikdə nəzər salaq. Və qutumuzdakı ilk, bəlkə də ən fundamental alət axtarış motoru optimizasiyasıdır, ya da hamımızın bildiyi adıyla SEO. Bu, onlayn dünyada tapılmağın, görünməyin təməl daşıdır. SEO-nun əsas məqsədi çox aydındır. Potensial müştəriniz Google-da sizin sahənizlə bağlı bir şey axtaranda, axtarış nəticələrində ilk sıralarda məhz sizin veb-saytınız çıxsın. Başqa sözlə desək, onların sualına ilk cavabı verən siz olun. Yaxşı, müştərilər sizi axtaranda tapdı. Bəs sonra təkcə tapılmaqla iş bitmir, elə deyilmi? Onlarla birbaşa ünsiyyət qurmaq, söhbət etmək lazımdır. Və bax, bu məqamda alət qutumuzun ikinci güclü vasitəsi sosial media dövriyyəyə girir. Bu isə sadəcə şəkil paylaşmaqdan qat-qat artıqdır. Bilirsiniz, sosial media marketinqinin əsl gücü müştərilərinizlə birbaşa diyaloqa girmək, onların fikirlərini dinləmək və zamanla markanız ətrafında sadiq bir icma, bir cəmiyyət formalaşdırmaqdır. Bura bir elan lövhəsi yox, bir söhbət otağıdır. Axtarış motorları və sosial media daha çox ictimai məkanlar kimidir, hər kəsə açıqdır. Bəs müştərinizlə daha şəxsi, daha birbaşa bir əlaqə qurmaq istəsəniz necə? Bax, bunun üçün də alət qutumuzda xüsusi, çox təsirli bir vasitə var. E-poçt marketinqi. Bir anlıq düşünün, müştəri sizə könüllü olaraq öz e-poçt ünvanını verirsə, bu böyük bir etibar deməkdir. Və e-poçt marketinqi vasitəsilə siz bu etibardan istifadə edərək onların şəxsi məkanı olan inbox-a daxil olursunuz. Bu, onlara xüsusi dəyər təklif etmək və uzun müddətli əlaqələr qurmaq üçün inanılmaz bir fürsətdir. Yaxşı, bütün bu məlumatlardan sonra yəqin ki, ağlınızda bir sual yaranır. Bəs indi nə etməli? Bu bilikləri necə real addımlara çevirə bilərik? Gəlin bugün öyrəndiklərimizi sürətli şəkildə xatırlayaq. 3 əsas məqamı yadda saxlamaq kifayətdir. Birincisi, marketinq artıq rəqəmsaldır, çünki müştərilər onlayndır.
İkincisi, bunun mahiyyəti sadəcə görünmək yox, doğru zamanda, doğru yerdə, yəni müştərinin ehtiyacı olanda onun qarşısına çıxmaqdır. Və üçüncüsü, SEO, sosial media və e-poçt. Bu yola başlamaq üçün sizin ən yaxşı alətlərinizdir. Və sonda sizi bir sualla baş-başa buraxmaq istəyirəm. Bu geniş, səsküylü onlayn dünyada sizin və ya biznesinizin hekayəsi danışılırmı? Başqaları sizi eşidə bilirmi? Əgər cavab hələ ki yoxdursa, heç narahat olmayın. Çünki başlamaq üçün ən yaxşı zaman elə bu gündür.